Salam, xoş gördük. Mən Nüfər Həsənova. Deməli, Kodera Test Bankında informasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi bölməsi ilə bağlı, deməli 3.6-da verilmiş 79-cu suala baxırıq. Sual bu formadadır. Arif B, deməli bunları qeyd edə hərfləri B, A, L, K, O, N hərflərindən 3 hərfli sözlər düzəldir və hər sözdə B hərfi ən azı, baxın, ən azı bir dəfə istifadə olunur. Digər etibarlı hərflərin hər biri bir sözdə istənilən sayda və ya ümumiyyətlə görünə bilməz. Söz hər hansı etibarlı hərf ardıcıllığıdır, mütləq mənalı deyil, Arifin yaza biləcəyi neçə söz vardır. Deməli, burada biz ümumi halları tapırıq, baxın, ümumi halları tapaq. Ümumi halları tapandan sonra B'nin istifadə olunmayan halları, yəni B olmayan halları tapıb, ümumi hallardan B'nin olmayan halları çıxıb cavabımızı tapmış olacağıq. Deməli, ümumi hallar, baxın, 3 hərfli sözlərdir. Deməli, 3 mövqedən istifadə edəcəyik. Ümumi hallar bilirsiniz də, bu hərflər hər bir mövqedə istifadə olunur. Yəni, 6 hal. Burada da həmçinin eyni qaydada. Burada da 6 hal olacaq və burada da 6 hal. Cəmi 6 vur 6 vur 6, deməli 216 hal olacaq. Bu ümumi hallardır. B olmayan halları tapaq. Deməli B olmayan. Yenə də burada 3 hərfli. Deməli burada B yoxdursa, biz digər hərfləri burada B, A, L, K, O, N, yəni burada 5 hal, həmçinin burada da 5 hal olacaq. Burada da 5 hal olmuş olacaq. Və burada 5 vur 5, vurulsun 5, 125 olacaq. Və ümumi hallardan da biz dedik ki, 216-dan B'nin olmayan halları, yəni iştirak etmədiyi halları çıxsaq, biz cavabımızı tapmış olacaq. Yəni, bu da eləyəcək 91. Cavab A bəndi. Belə, bu izahla bağlı, sualın izahı ilə bağlı nəsə qaranlıq məqam olsa, R bölməsində yazarsınız, cavablandıracağım. Həmçinin dərslərimizlə bağlı nəsə irad təklifləriniz olsa, yazarsınız, dəyərləndirəcəm. Və dövlət qulluğu və abituriyent hazırlığı ilə bağlı ətraflı məlumat əldə etmək istəsəz, deməli 050 515 73 66 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm.